Salam əziz şagirdlər. BSG-ləri bitirdikdən sonra KSG-lərə başlayaq. Axırıncı KSG-lərdir, ilin son KSG-ləridir. Deməli, variant A-dır, 16 sualdan ibarətdir. Variant B-də var. İzlənmə yaxşı gələrsə onu da paylaşacağım. Rəy yazmağı unutmayın. Deməli, birinci sualımız aşağıdakı variantlardan hansı mərkəzə meyilli ölçülər hesab olunur? Mərkəz nədir? Ortalama. Yəni ortalama ölçülər. Bunlar da yalnız moda, median və ədədi ortadır. Moda ədədlərin içində ən çox təkrarlanandır. Median sıranın tən ortasıdır. Ədədi ortada cəmləyib sayına bölmək deməkdir. Klaster nədir? Klaster bir məlumatlar sırasında ən çox yığılmış hissədir. İndi burada ən çox toplanan interval, yəni hansı aralıqda ən çoxdursa, həmin aralığa biz klaster deyirik. Yəni olmadığı interval, mövcud olan ən böyük interval xeyr. Ən çox toplandığı interval klaster budur. Üçüncü sual. Hansı ədədlər cütü hadisənin baş verməsi və baş verməmə ehtimalını əks etdirir? Uşaqlar, hadisənin ehtimalı PA-dır. Düzdürmü? Əks ehtimal isə PA qoşma deyilən bir anlayış var. Həmin bu ehtimalların cəmi həmişə 1-dir. Yəni olmağı ilə olmamağı bir ehtimaldır. Biz deyirik maksimal ehtimal 1'dir. Bu da buradan yaranır. Minimum 0, maksimum 1'dir. Və amma cəmləyəndə mütləq ki bunu 1 verməlidir. Gəlin görək hansını cəmləyəndə 1 verir. 1 verməz. 2'yə vursam 4'də 5 verməz. Elə bu toplayanda 1 verir. Dördüncü sual. Verilən ədədlər sırasının medianını tapın. 10, 12, 14, 18, 6, 8. Deməli, birinci bunu ardıcıl düzürük. Kiçikdən böyüyə. Medianı tapmaq üçün bu mütləqdir. Ədədə ortada modada ehtiyac yoxdur. Amma medianda mütləq gərəkdir. 6, 8, 10, 12, 14, 18. İndi burada baxın 6 rəqəm var. 6 rəqəmin elə götürək ki, sağında da solunda da eyni qədər ədəd olsun. Baxın, 3-cü və 4-cü ədəd ikisi bir yerdə ortaya düşür. Yaxşı, medianı bəs necə götürüm? Medianı götürmək üçün toplayıb yarıya bölək. 10 ilə 12 toplayaq, yarıya bölək. 22, yarısı da 11 verəcək. Cavab oldu D variantı. 5-ci sual. Bizə deyir, verilən ədədlər sırasının modasını tapın. Uşaqlar, bu sırada ən çox təkrarlanan ədəd hansıdır? Ən çox təkrarlanan 16, 12, 34, 16, 43, 23. Qalan hər şeydən bir dənədir, lakin 16-dan 2 dənədir. Cavab oldu C variantı. 6-cı sual. Şəkildə buraxılış imtahanında sinifdə olan 21 şagirdin topladığı ballar əks olunub. Şəklə əsasən klasterin hansı aralıqda olduğunu tapın. Bu aralıqda ümumiyyətlə heç nə yoxdur. Burada da heç nə yoxdur. Burada bircə dənədir. Amma fikir verin, bax buradan bura qədər, görün nə qədər məlumat var. Hamısı demək olar ki, bu aralığa yığılıb da. Bu da 60 ilə 80-in ortasıdırsa, burada 70 deyə bilərik. Onda bu ədədlər 30-dan sonra 30'u keçib və 70'ə qədər çox sıx toplaşıb. Yəni cavab B variantıdır. 7. Sinifdə 30 şagird var. Sinif nümayəndəsi və onun müavini neçə mümkün variantla seçilə bilər? Baxın uşaqlar, 30 nəfər seçilir. 30 nəfər var. Biz həmin bu 30 nəfərin içindən şagird seçəcəyik. Onda bizim ehtimalımız 30 nəfər var. Qarşımda 30 nəfər var. Bir nəfəri seçdim. Bu getdi oldu sinif nümayəndəsi. Artıq o 30 nəfər yox, mənim sinifim 29 nəfər olacaq. Mən bu 29 variantın içində də nümayəndənin müavinini seçməliyəm. Onda olacaq 30 nəfər vurulsun 29 nəfər. Artıq o bir nəfəri sinif nümayəndəsi çıxdı. Həm nümayəndə, həm də müavin ola bilməz axı. 30 da vuranda 290'a 870 edir. 29'a daha doğrusu cavab edir D variantı. Bu elə bil ki nümayəndədir, bu da müavindir. Vururuq bir-birinə. Seçimlərin vurma prinsipi var. Ondan hesablayırıq. 8-ci sual. Verilən ədədlər sırasında ədəd ortanı tapın. Nə edirik? Toplayaq. Yazırıq 12,8. 12,8. Mən alt-alta yazıram. Üstə gəl 22,4. Üstə gəl 12,6. Üstə gəl 42,4. 1, 2, 3, 4 ədəd var. Toplasaq 12,8. Üstə gəl 22,4. Üstə gəl 12,6. Üstə gəl 42,4. Toplayanda 90,2 eləyir. Uşaqlar neçə ədəd var? 1, 2, 3,
4 dənə ədəd var. Bölürəm 4-ə. O da eləyir 22 tam %55. D variantı. 9. Verilən ədədlər sırasında ən böyük fərqi tapın. Ən böyük fərq nədir uşaqlar? Ən böyük sıradakı ən böyük ədədlə ən kiçik ədədin fərqidir. Biz bunun üçün sırada hansı ədədin böyük olduğunu bilməliyik. Baxın, 1-in məxrəci 2-dir, 4-dür, 8-dir, 6-dır, 12-dir. Gəlin hamısını gətirək 24-ə. 2-də 1-i 12-yə vuraram. Tamamlayıcı 24 olsun. Olsun 24-də 12. 4'də 1'i 6'ya vuraram. Olar 24'də 6. 8'də 3'ü 3'ə vuraram. Olar 24. 6'da 1'i 4'ə vuraram. Olar 24. 12'də 5'i də 2'yə vuraram. Olar 24'də 10. Tamam. İndi ən böyüyümüz 24'də 12'dir. Ən kiçiyimiz də 24'də 3'dür. Bunlar çıxsam verəcək 24'də 9. Onu da hər tərəfi 3'ə bölsəm 8'də 3. Aha, yenə nəyisə səhv etdik deyən görüm. Harada səhv elədik? Verilən ədəd sırasında ən böyük fərq 4'də 1, 24'də 6. 24'də 9 hər tərəfi 3'ə bölsəm 24'də 8, 3'ə vursam 9, 3'ə vursam. En büyük fark bu değil mi ki? Nəyi görmürəm? 2'də 1, 4'də 1. Bu ortada nəsə silinib kimi gəlir, elə deyilmi uşaqlar? Nəsə var ortada, mənə elə gəlir. Bu boş qalıbdı. 12, yoxsa nəyisə səhv edirəm? 2'yə vurdum 12, 2'yə vurdum 12. 6'ya vurdum 24, 6'ya vurdum 1. 8'də 3'dür. 2'ye vurdum. Səhv görsənmir burada. Ya da yorğunluqdan artıq səhvimi görə bilmirəm. 24'də 9, o da 3'ə böləndə 8, 3'ə böləndə 3. Cavab bu eləyir. Ən böyük fərq budur. Başqa, yəni yəqin ki burada baxacağım yenə mən. Rəylərə yazarsınız. Boşluqlarda müəyyən bir ədəd var imiş. Nəysə PDF-ə çevirəndə mi ya kiçik bir səhv olubdur. Deməli cavab bu şəkildədir. Yenə deyirəm, ən böyük fərq, ən böyük ədədlə ən kiçik ədədin fərqi sayılır. Bir dəqiqə. Çox üzrlü sayım. Səhvimi indi gördüm. Həqiqətən 24'ü 8'i 3'ə vurub 24 yazmışam, 3'ü 3'ə vurub 9 yazmamışam. Onda ən kiçik ədədimiz 24'də 12 deyil, 24'də 4 olur. Bax bu olur. Yenə 24'də 12'dən deyirəm də yorğunluqdandır. 24'də 8 vurma deyib vurmamışam. O deyir 24'də 12 4 24'də 4 ən böyük fərq. 24'də 4'ü çıxanda eləyir 24'də 8. Bu sual qalsın. Həqiqətən artıq beynim tormuzlandı. Bir dəqiqə. Bu 12'dir. Bu 6'dır. Bu 9. 3 üçün 8, 9. Bu 4'dür. Bu da 10'dur. En böyük ədədim 12'dir. Bir də 4'dür. 12'dən 4'ün çıxanda 8 eləyir. Məxrəcimiz də 24'dür. 24'də 8 cavab eləyir 3'də 1. Baxsaz bir asan misalda bütün beynimizi qarışdırdı. 3'də 1 eləyir. Cavab yoxdur. Yazıram F 3'də 1. Yenə baxacağım. Bu sualın üstündə durmaq istəmirəm. 3'də 1 edir. 4. 10. sual. 2 zər atıldıqda iki zərə eyni anda atılanda üst-üstə düşən xallar cəminin 10 olması üçün neçə ehtimal var? Deməli, gəlin baxaq. 2 zər atılır. Bizə lazımdır düşən xallar cəminin 10 olması. Əgər birinci 1 götürsək, gərək bunu 9 götürək. O da olmur. 2 götürsək olmur. Minimum bu tərəf 6 olmalıdır. 6 götürsək bura 4 olmalıdır. Sonra buranı artıraq. Bura 5 olsa burada 5 olmalıdır. Sonra bu 6 olsa bu da 4 ola bilər. Başqa 7-3 ehtimalı falan yoxdur deyə minimum 6 olmalıdır. Cəmin olmaması üçün başqa ehtimal yoxdur. Onda deməli bizə 3 dənə əlverişli
hal var 10 olması üçün. 11-ci sual. NA bərabərdir 9. MB bərabərdir 14. A ilə B-nin kəsişməsi bərabərdir sual. Deməli, birləşmə də 15-dir bu arada. Birləşməsi 15. Gəlin belə eləyək. Kəsişməni tapmaq üçün deməli biz bilirik ki, N A ilə B-nin birləşməsi NA üstəgəl MB çıx kəsişməyə bərabərdir. A ilə B-nin kəsişməsi. Onda 15 bərabərdir 9 üstəgəl 14 çıx x. 9 ilə 14'ü toplayanda 23. Ondan da 15'i çıxanda edir 8. Cevap olacaq 8. 12. 2 eyni zər atılanda üst-üstə çaxalar 10 olma ehtimalını tapın. Baxın, 2 zər atılanda 6 vur 6, 36 dənə ümumi ehtimal var, bütün ehtimallar. Bu bizim məxrəcimizdir. Bayaq dediyimiz kimi düşən xallar cəmin 10 olması ehtimal deyir. Burada da əlverişli hal 6 və 4, 4 və 6, 5 və 5 idi. 3 dənə ehtimal var idi. P ehtimalı da olacaq. Əlverişli hallar 36, bu da 3. Daha doğrusu mümkün hallar bölünsün. Əlverişli hallar o da eləyir 12'də 1 ehtimal. Bu rəqəmlərdən istifadə etməklə neçə müxtəlif rəqəmli 3 rəqəmli ədəd yazmaq olar? Gəlin baxaq. 1, 2, 3, 5. 3 rəqəmli ədəd yazıram. Baxın uşaqlar, bu bizim yüzlüyümüzdür. Bunu seçmək üçün 5 dənə ədədimiz var. Amma bizi 5 dənə ədəddən 0'ı birinciyə qoya bilmirəm deyə 4 dənə variantım var. Tamam, buradan bir ədəd seçildi də, düzdürmü? Artıq ikinci üçün problem yoxdur. 5 ədəddən yerdə qaldı 4 ədədimiz. Ona görə vurulsun. İkinci rəqəmi mən 4 fərqli üsulla seçə bilərəm. Bunu da seçdim. Artıq təkliyimə mənim 3 dənə variantım qalır. Yəni mən 3 dənə rəqəm içindən seçim etməliyəm. Birinci niyə 5 dənədən 4 dənə oldu? Yenə deyirəm, 0'a əvvəldən onsuz da qoya bilmirdik. Ona görə birinci 4 variantı oldu. Sonra bir rəqəm buradan çıxır 4 variant və bir dənə ədəd çıxandan sonra 3 dənə təklifim qalır. Onda 4 4'üm 16, 3'ə də vuranda 48 fərqli yolla seçə bilərik. 14-cü sual. Bar qrafda zərin bir neçə dəfə atılmasından nəticələr göstərilir. Bar qrafda əsasən suallara cavab verin. Sınaq sayı nə qədər olmuşdur? Baxın, 1-dən düşüb 12 dənə, 2-dən düşüb 14 dənə, 3-dən düşüb 6 dənə, 4-dən düşüb 10 dəfə, 5'dən düşüb 12 dəfə, 6'dan düşüb 8 dəfə. 20, 16, 36, 50, 62. Düzdürmü? 62 sınaq var. Toplayanda. 2. Tək ədəd düşmə ehtimalı nədir? 50, 62. Hə. İndi deyir tək ədəd düşmə ehtimalı nə qədər? Baxın uşaqlar, 62 dəfə sınaq olub, düzdürmü? Tək hal nədir? 1, 3, 5. Gəl görək neçə dəfə toplanılır? 12, üstə gəl 3, 6, üstə gəl 5 də düşüb, yenə 12 dəfə. Cavab olacaq 12, 12, 24, 24 6 gəldi 30. 30 böl 62. Bunu da ixtisarlaya bilərəm. 2'yə bölsəm 15, 2'yə bölsəm 31 olacaq. Bu da oldu bizim tək ədəd düşmə ehtimalımız. 15-ci sual. Torbada 3 qırmızı və 2 yaşıl, 3 qırmızı, 2 yaşıl və bir mavi kürə var. Deyir ki, ardıcıl yerinə qoymamaqla 2 kürə çıxarılır. Deməli, 6 dənə kürəmiz var ümumi. Bu kürədən hər ikisinin qırmızı olma ehtimalı. Yaxşı, uşaqlar, deyək ki, birinci kürəni çıxartdım. 6 dənə ehtimalım var. Qırmızı deyir. 6'da 3. Qırmızı çıxdı. Düzdürmü? Mən bu kürədən biri çıxdı. Qaldı burada 2 kürə. 6 kürədə dönüb oldu 5 kürə. İkinci kürəni çıxardanda mən artıq 5 seçim arasında qalıram. Və 5 dənədən ikisi qırmızı olur. Ona görə ehtimal 5'də 2 olur. Yenə vurma prinsipi ilə. Bunları da ixtisarlayanda 3 2'yə vuranda 10 6 edir. O da məxrəcdəki 6'nı aparır. Yuxarıda qalır 1, aşağıda qalır 5. Qaytarmamaqla dediyinə görə biz bu ehtimaldan istifadə edəcəyik. 16-cı sual. 8-ci sinif şagirdləri, bunun B variantı qaldı. Aha, B variantında deyir ki, birinin qırmızı, birinin mavi. Yenə uşaqlar baxın,
6 dənə birincisi idi. Keçdik ikincisinə. 6 dənə şarımız var. Kürəmiz daha doğrusu. Yenə 6 kürəcik var. Birinci baxan kimi mənə deyir qırmızı olsun. 6 ehtimaldan 3'ü qırmızıdır. Şar götürdüm, getdi də. Artıq qabda 5 dənə kürə qalıbdı. Həmin bu 5 dənə kürənin biri mavi olmalı. Dedi 5 dənədən bir dənəsi olsa mavidir. Bunu da vuranda 6 3'e böləndə 2 dəfə. Yerdə qalır 5 2, 10'da 1 olacaq. Gəldi 16-cı suala. 8-ci sinif şagirdləri arasında məktəbdə hansı idman dərsinə getməsi barədə soru keçirilir. 10 nəfər şahmat. 8 nəfər isə güləşə gedir. Və 6 nəfər isə hər iki dərnəyə gedir. 6 nəfər hər ikisinə gedir. İndi bizə nə istəyir? Aha, təsadüfi seçilmiş şagirdin yalnız şahmatla. Gəlin bir dənə eğilir Venn diaqramı quraq. Belə suallarda həmişə birinci ortanı yazın. Deyir ki, 6 nəfər hər ikisinə gedir. Burada tutalım ki, şahmatdır. Burada deyil, tenis neydi? Güləş idi. Yaxşı. Uşaqlar, 8 nəfər güləşə getmir. Biz 6'sını ortaya yazdıqsa, güləşə bura 2 nəfər daha əlavə etməliyik. Bu elə bir ki, yalnız güləşdir. 10 nəfər şahmata getmir. 6 nəfər ortadadır. 4 nəfər yalnız şahmatdır. Bu məlumatlar aydındır. İndi gəlirəm seçimə. Deməli, 4, 6, 2. Cəmidə 12 nəfər şagirdimiz var imiş. İndi bizə deyir ki, birinci sual. Təsadüfi seçilmiş şagirdin yalnız şahmatla. 12 nəfər deyil. 12 nəfərin içində mən elə adam seçməliyəm ki, yalnız şahmat getsin. Bax, o da bu hissədir. Baba. Baba, görürsən, bu 4 nəfəri. Deməli, 12'də 4. İxtisar eləyəndə 3'də 1. İkinci. Təsadüfi seçilmiş şagirdin yalnız güləşlə məşğul olması. 12'də. Uşaqlar, güləş nə qədərdir? Yalnız güləş. Yalnız güləş və buradır. 2 nəfər. İxtisar eləyəndə 6'da 1. Üçüncü, hər iki idman növü ilə məşğul. 12'də. Hər iki idman növü də buradır. 6. 12'də 6. O da eləyir 2'də 1. Bu da belə. Belə uşaqlar. Bu da bunun A variantının izahı. B variantı da var. Dediyim kimi reaksiyalarınızdan asılı olaraq B variantında çəkib paylaşa bilərim. Hələlik.